Salam və ehtiramlar siz əzizlərə. Müqəddəs kitab Ermiyada 15-ci bab 19-cu ayədə böyle buyurur. Rəbb böyle deyir. Əgər sən qayıtsan, mən də səni qaytaracağım ki, mənim qarşımda durasan. Əgər qiymətli sözləri dəyərsiz sözlərdən ayırsan, sən mənim ağzım kimi olacaqsan. Qoy onlar sənə qayıtsınlar, amma sən onlara qayıtma. Bu ayədə Rəbb bizə böyük bir vədə verir. O vədənin nə olduğunu bilirsiniz. O vədə budur ki, Rəbb deyir, tövbə eləyin və mənə geri dönün, mənə qayıdın. Deyir, əgər qayıtsan, mən sənə yeni yaşam, ruhani qüvvət və hürmət verəcəm. Yeni yaşam. Yeni yaşam, ruhani qüvvət və hürmət verəcəm. Rəbb bugün sizlərə, mənə, hamımıza çağırır. Deyir, mənə geri dönün. O yol ki, özünüz tutub gedisiz, o yol sizi həlakətə aparacaq. Amma mənə geri dönsəz, sonsuz yaşamda yaşayacaqsınız. Əgər hər zaman yaşamaq istəyirsən, istəyirsən sonsuz yaşayasan, sonu olmayan bir yaşamda yaşamaq istəyirsən, bəs bu günlərin qulaqları aç, ruhani qulaqları. Gör, Rəbb nə deyir, Tanrı sözü nə deyir. Dəvət eləyir. Bu dəvətə hamımız dəvətsiz. Onun huzurunda, onun qarşısında yaşamaq sizin hamımızın haqqınızdır. Çünki özü dəvət eləyir. Özü bu kitabda dəvət eləyir. Deyir, əgər qayıtsaz, mən sizi canlandıracağım, mən sizi ihya eləyəcəyəm. Əgər qayıtsaz, sizi canlandıracağım, fəal edəcəyəm. Əgər qayıtsaz, bir hamımızı canlandıracaq, fəal edəcək. Yeni ruhani, mənəvi cəhətdən, yeni ruhani və mənəvi cəhətdən ihya edəcək sizi. Nə fəqət cismidən, nə fəqət cismidə, bəlkə ruhda, bəlkə əfsurda olan qardaşlarımız, bacılarımızın bu qayıtmağa ehtiyacı var. Təzə bir ruh, təzə bir yaşam, təzə bir hayat, təzə bir hayat vermək istəyir bugün Rəbb sizə. İsa'ya Məsih Məttada deyir, mənim yanıma gəlin, yorğun olanlar, mən sizə öz aramışımı verəcəyəm. Bugün əzizlər, bacılar, qardaşlar, bir hamımız, sizin hamımızı bugün İsa'ya Məsih dəvət eləyir, tövbəyə, dəvət eləyir, yaşamağa, həyata, sizə həyat vermək istəyir. Sonsuz həyat, hər zaman yaşamaq vermək istəyir. Tövbə eləyin, deyir, qayıdın mənə. Mən sizə həyat verəcəm. Mən sizi qaytaracağım. Siz qayıdın, mən sizi qaytaracağım. Sizi qəbul eləyəcəm. Sizə xidmət verəcəm. Xidmətimdə duracaqsınız. Mənim qarşımda duracaqsınız. Mənim ağzım olacaqsınız.
Rəbb bunu deyir. Rəbb sözü. Rəbb özü deyir bunu. Deyir, mənim ağzım olacaqsınız. Rəbbin ağzı olmaq istəyirsənsə, onun sözü olmaq istəyirsənsə, bugün o səni çağırır, bugün dəvət eləyir. Bu qayıtmaq fəqət bir dənə tövbəyə bəndidir, tövbəyə bağlıdır. Tövbə eləyin, çün axır günlərdir. Tövbə eləyin, bərəkət gəlsin zindəgi həyatınıza. Tövbə eləyin, üçüncü göydən bərəkət tökülsün həyatınıza, yaşadığınız şəhrə, yaşadığınız məntəqəyə, yaşadığınız yerlərə, göydən asmanına, göydən bərəkət tökülsün. Yoxsa geri dönməzsəz, günah olan yerdə Tanrının huzuru yoxdur və olmaz. Bərəkət Tanrının huzuru olan yerdədir. Tanrının huzuru olmayan yerdə bərəkət yoxdur. Tanrı sözü bu gün bunu deyir. Deyir, əgər qayıtsan, mən səni qaytaracam, səni canlandıracam, səni ihya eləyəcəyəm, ihya edəcəm, ruhani qüvvət verəcəyəm, hürmət verəcəm sənə. Bugün vaxtidir qayıtmağın, bugün vaxtidir. Sizi yenidən canlandıracam. Sizi yenidən canlandıracam. Fəal edəcək. Sizi həyatda, təzə yaşamda, yeni yaşam vermək istəyir bugün Rəbb sizə, Tanrı. Tanrı sizə bugün yeni yaşam vermək istəyir. Pəs qayıtmaq bu mənanı verir ki, tövbə eləməkdir. Tövbə, nədən tövbə eləmək lazımdır? Günahdan. Əslən, günahın nə olduğu bilirsiniz nədir? Günah, yəni budur ki, Rəbdən uzaq olmaq günahdır. Rəbdən uzaq olmaq özü günahdır. Yəni, Məsihdən uzaq olmaq günahdır. Məsihdən uzaq olmaq özü günahdır. Çünki zamanı ki, Məsihdən uzaq olur insan, günah gəlir onun sorağına. Çünki fəqət günah Məsihdən qorxur. Çünki Məsih günahı gətirəni şikəst verdi səlibdə. Məsihin səlibə getməyi, məslub olmağı, ölüb və dirilməyi şeytana şikəst verdi. Bunu bugün Rəbb sizə deyir. Bizə bunu, Rəbbin peyamı bugün budur. Peyğam bugün budur ki, tövbə eləyin və diri qalın. Tövbə eləyin, hər zaman yaşayın Tanrının huzurunda. Tanrının huzurunda yaşamağın hər zaman sonsuz yaşamağın tək yolu Məsihə iman gətirməkdir. Tək yolu İsa'ya Məsihə iman gətirməkdir. Çünki Məsih deyir, babam və mən birik. Hər kəs məni görübdüsə, babamı görübdür. Baba və oğul və müqəddəs ruh, bunlar üçü birdir. Yəni, baba, oğul, qutsal ruh, müqəddəs ruh, bunlar ayrı-ayrı bir kişi, amma üçü bir iradədədir.
üçü bir iradədədir. Yəni bunların üçü birdir, amma kişi olaraq hər birisinin bir şəxsiyyəti var. Amma üçünün iradəsi birdir. Baba oğuldan ayrı deyir, oğul babadan ayrı deyir. Müqəddəs ruh babadan və oğuldan ayrı deyir. Hər kəs Məsih deyir, hər kəs məni görüb, babamı görübdür. Məni babam yollayıb. Özümdən heç iş görmürəm. Hər iş görürəm, babamın dediklərinə əməl eləyirəm. Babamın dediklərini yerinə gətirirəm. Bəs hər kəs mənə iman gətirsə, babama iman gətirib. Hər kəs məni rədd etsə, babamı rədd edibdir. Əgər mənim babamı tanıysan, babama iman edirsən, mənə də iman et. İstirabın olmasın, qorxun olmasın. Budur pəyam bugün. Tövbə eləyin, ehya olun. Ehya, hər cəhətdən. Tanrı sizi ehya etmək istəyir. Rəbb sizi ehya etmək istəyir. Tövbə budur ki, Tanrıdan uzaq olmaq günahdır. Zamanı ki, Tanrıdan uzaq olursan, artıq günahın özünün meyvəsi var. Günahın meyvələri məlumdur, uğurluqdur, yalandır, qətlidir, zinadır, hesadətdir, təməh, tamah eləməkdir, çox və bir çox şeylər. Bunlar hamısı günahın meyvəsidir. Günah bir dənə ağacdır, meyvəsidir. Bunlar günahın meyvələridir. Nə zaman günahın meyvələrin dərib yeyirik, o zaman ki, Tanrıdan uzaq oluruq. O zaman ki, müqəddəs ruhdan uzaq oluruq. O zaman ki, Rəbbin sözünü oxumuruq, Rəbbin dediklərini oxumuruq, müqəddəs kitabı oxumuruq və pərəstəş eləmirik. İmanı olanlarla bir araya gəlib, ona həmd demirik, həmd oxumuruq, şükr eləmirik, dua eləmirik. O zaman şeytan ki günahın bonyanqozarıdır, gəlir bizim sorağımıza, gəlir insanların sorağına. Günahın çarəsi, günahdan qurtulmaq bir tək yolu var, tövbə İsa'nın adında. Tövbə eləməkdir və İsa'ya iman gətirməkdir və İsa ilə yaşamaqdır. Tək iman gətirməklə qurtarmır bu iş. Gərək İsa'ya iman gətirəndən sonra İsa ilə qalıb və yaşayasan. İsa ilə yaşamaq günahdan qurtarır, günahdan azad eləyir insanı. Fəqət İsa'ya inanmaqla günahdan qurtarmırsan, bəlkə İsa ilə yaşamaqla hər zaman Rəbbin huzurunda yaşayırsan. Budur pəyam bugün siz əzizlərə. Ermiya bunu deyir. Deyir, Rəbb belə deyir. Əgər sən qayıtsan, mən də səni qaytaracam. Mənim qarşımda durasan. Əgər qiymətli sözləri dəyərsiz sözlərdən ayırsan, sən mənim ağzım kimi olacaqsan. Qoy onlar sənə qayıtsınlar, amma sən onlara qayıtma. Dəyərli sözləri dəyərsiz sözlərdən o zaman ayıra bilərsən ki, müqəddəs ruh sənin vücudunda ola. Müqəddəs ruh sənin insanın vücudunda olanda pisi və yaxçını ayıra bilir insan. O zaman ki, mən İsa'ya Məsihə imanım yox idi, pisi yaxçını əslən təşxis verə bilmirdim. Bu pisdir, bu yaxçı. Və ağzımda pis sözlər olurdu. Çox məzərət istəyirəm. Amma zamanı ki, iman edirsən İsa'ya, İsa'nın ruhu gəlir, vücudunda oturur, bütün pis fikirlərdən, pis baxmaqlardan, pis danışmaqlardan azad eləyir insanı, qurtarır insanı. Budur İsa'nın pəyamı.
Niyə bu qədər belə Rəbb deyir, tövbə eləyin, mənə tərəf gəlin, mənə qayıdın. Əslən, niyə? Əslən, Rəbbin bizə nə ehtiyacı var ki, belə bizi çağırır, belə bizə deyir, günah eləmə, tövbə elə. Niyə? Ayağın Rəbbin bizə ehtiyacı var? Yox, onun bizə heç ehtiyacı yoxdur. Bizim ona ehtiyacımız var. O, fəqət bizi söyür. Çox istəyir bizi. İstəmir. O bilir, günahın sonu ölümdür. Günahın gedən yol ölümə aparır bizi. O istəmir biz ölək. O istəyir həmişə diri qalaq onun huzurunda. O istəyir bizi qaytara o yerimizə ki, əvvəldə onun yanındaydıq. Bağı Ədəndə. İsa Məsih bizi həman ora geri döndərmək istəyir. Bizi ora qaytarmaq istəyir. Ona görədir belə deyir, tövbə eləyin. Ona görə də bizi tövbəyə dəvət eləyir. Əgər tövbə eləməsək, təmiz olmasaq, çün İsa Məsihin huzuru çox müqəddəsdir. Çox. O qədər işıqdır, biz qaranlıq onun yanında dura bilməz. Və günahkar insan onun huzuruna, onun yanına dönə bilməz. Ona görədir ki, belə bizə deyir, geri dön. Geri dön mənim yanıma. Tövbə elə. Bu geri dönmək onun yanına fəqət bir dənə tövbəyə bağlıdır. Tövbə İsa Məsihin adında. Rəbb sizə bərəkət versin.